SideFX kanalının ikinci videosuna hoş gəlmisiniz. Bu bizim bootcamp seriyamızın ikinci videosu olacaq. Və videomuzun başlığından gördüyünüz kimi bu videoda TradingView nədir və necə istifadə olunur bu haqqda danışacağıq. Deməli, əgər sən trade professional şəkildə öyrənmək istəyirsənsə, mütləq analiz etmə qabiliyyətin olmalıdır. Yəni analiz etməyi öyrənməlisən və bütün traderlərin əksəriyyətinin, yəni professional şəkildə analiz üçün istifadə etdiyi platform TradingView platformasıdır. Yəni bu platforma hər şeyi özündə çox mükəmməl şəkildə birləşdirir. Yəni bizə çox dəstəkdir. Yəni burada hər şey çox dəqiq, çox gözəl, intizamlı və əlçatımlıdır. Yəni ondan danışsaq, bunun istifadə qaydaları necə deyim? Biz burada istifadə edərkən bu proqramı müxtəlif alətlərdən istifadə edirik analiz üçün. Məsələn, mən burada sol tərəfdə ulduzlamışam deyə gördüyünüz kimi bunlar trend çizgisi, dikdörtgən, yatay işın, qan qutusu və s. burada var. Bunu çox istifadə eləmirəm, düzdür. Deməli, burada alətlərimiz var. Məsələn, burada alış pozisyonu var. Biz əgər qiymətin buradan yüksələcəyini düşünürüksə, gəlirik buradan alış pozisyonu seçirik. Məsələn, belə şəkildə yerləşdiririk və əməliyyatı bu şəkildə görürük. Düzdür, bu platformada biz əməliyyat almırıq. Burada sadəcə olaraq analiz edirik və analizimizə uyğun burada əməliyyatı qeydə alırıq. Məsələn, buradan pozisiyaları ayarlayırıq, çizgiləri və s. çəkmək burada çox rahatdır. Brokerimizdə yaxud fon hesabımızda uyğun olaraq MetaTrader 5-də biz əməliyyatları girib həmin hissədən qeydə alırıq, yəni əməliyyatı açırıq. Burada bizə bir çox alətlər dəstək olur. Burada time frame'lər var. Saniyələr, dəqiqələr, saatlar, günlər, həftələr, aylar, illər və s. Yəni ona uyğun olaraq burada time frame'lər var. Yəni məndə ulduzladığım time frame'lər burdadır. Yəni texniki olaraq bunlardan istifadə edirəm mən ən çox. Yəni burada dediyimiz nə mənaya gətirir bu time frame'lər? Məsələn, biz ekranı 15 dəqiqə gətirirsək, burada məsələn gəlirik, baxın burada. Burada məsələn bu şam var, bax bu uzun şam. Bu uzun şamın buradan belə başlaması ilə buradan belə bitməsinə qədər, yəni bu qiymət bu aralıqda oynayıb təbii ki, buradan başlayıb burada bitməsinə qədər olan müddət 15 dəqiqə çəkir. Bu uzun şam da 15 dəqiqə çəkir, bu kiçik şam da 15 dəqiqə çəkir. Şamların qiymət aralığından asılı təbii ki. Eyni zamanda bunu 1 saatlığa, 4 saatlığa, günlüyə qoyduqda da eynisi olur. Yəni bu şamın günlükdəki aralığı nə qədərdirsə, bu şam bir gün ərzində bu qədər yer tutur. Dediyim kimi, burada müxtəlif alətlərimiz var. Biz bu alətlərdən çox istifadə edirik. Yəni bizlərə çox köməkdir bu alətlər. Bundan əlavə olaraq bu proqramın ən sevdiyim özəlliyi, yəni bir aylıq da olsa pulsuz verir. Qalan müddəti isə pulludur təbii ki. Yəni yerindən oynat hissəsinə gəlib bizim backtestlərimizə çox kömək olur. Yəni biz backtest elədiyimiz zaman bu proqramdan istifadə edirik çox zaman. Pulsuz backtest üçün də proqramlar var, amma bura daha keyfiyyətli və professionaldır. Təbii ki, yenidən oynata bastığımız zaman qrafikdə istədiyimiz zaman dilimini seçirik və istədiyimiz yerə gəlib çıxırıq. Məsələn, 10 Şubat 2026. Bura bassaq yenidən oynat xüsusiyyəti ilə qrafik bura qədər gələcək və bundan sonra gələn proseslər hər biri başlayacaq necə olubsa, indiki dövrə qədər hamısı eyni ilə təkrarlanmağa və biz də buna uyğun baxırıq və yeni imiş kimi eyni ilə prosesləri alırıq. Bunu təbii ki, backtest zamanı bu qədər yaxın bir müddətə qoymuruq. 2021-ə qoyuruq, məsələn, 2022-yə qoyuruq. Buna uyğun olaraq dəyişir. Bundan əlavə TradingView-da bizə göstərgələr, yəni indikatorlar deyə bir şey var. Ondan istifadə edirik. İndikatorlara əsasən biz göstərici kimi istifadə edirik. Yəni bizə bir qiymət meyarı kimi. Yəni biz heç vaxt indikatorlardan boyu yoxsa da sell üçün istifadə eləmirik. Yəni indikatorların o xüsusiyyəti tamamilə yalandır, yanlışdır. Demək olar, robotdur demək olar. Yəni bunlar sənə bazarın gedişatını deməz. Çünki market sənə pul vermək istəmir. Market əksinə səndən pul almaq istəyir. Sadəcə olaraq sənin bacarığın, sənin gücün onu göstərir ki, sən marketdən pulu qoruya bilir və marketdən pulu ala bilirsən. Məsələ budur. Bizim burada istifadə etdiyimiz yeganə indikator bu switch indikatorudur. Bunu mən ayrıca video olaraq paylaşacağam. Çünki bu biraz qəlizdir bunu qoşmaq. Çünki burada yoxdur bunu qoşmaq üçün. Yəni gəlib burada switch yazsan, bu sessions yazsan gəlməyəcək burada. O ayrıca linklə olur. Onun üçün ayrı bir video çəkəcəm. Hazırda mən belə bir əməliyyatdayam. Bu düzdür. Yəni demək olar ilk dəfədir belə bir swing əməliyyatı alıram. 1.83 verir qiyməti. Təqribi olaraq burada 916-dan da girmişəm. Burada 950-dən də bir ədəd giriş eləmişəm və biraz da aşağılardan da giriş eləmişəm. Lakin qiymət hazırda 15 dəqiqəlik qrafikdə bu aralıqda çox pis oynayır. Yəni yuxarı qalxır və aşağı düşür. Yəni, bu biraz yaxşı deyil əslində. Amma yəni hazırda pis deyil. Yəni dünən axşamdan girmişəm bu əməliyyata, dünən daxil olmuşam. Bundan başqa TradingView istifadə edərkən
Yəni çox əlavə bir funksiya yoxdur. Yəni biz əsasən bunlardan istifadə edirik. Məsələn, ekran görüntüsü al dediyimizdə hər hansı bir necə deyim, analizimizi eyni ilə ekrandakı kimi, yəni bağlantısını kopyalayıb da ata bilərik, bu görüntüyü indirib də ata bilərik, yəni müxtəlif cür ata bilərik. Yəni TradingView çox asan bir platformadır. Yəni bu platformada təbii ki bir pair yoxdur. Burada siz yüzlərlə, onlarla pair görə bilərsiniz. Burada bütün pairlər var. Yəni evro dollar deyək, ingilis funt sterlingi ilə dolların məzənnə açılışı və s. deyə bilərik. Qızıl qiyməti, gümüş qiyməti, yəni bütün hissələr, səhmlər, nə deyirsiniz deyin, burada yəni istənilən kripto və s. hamısı var. Sadəcə olaraq burada indi bağa girib azsa bilmirəm niyə göstərmir. Hə, göstərdi əksinə. Əla. Burada məsələn biz qızılı görə bilirik, qızılın qiyməti anlıq olaraq hamısını burada görə bilirik. Üstünə bassaq keçə bilirik. Yəni sadəcə olaraq əməliyyatdayam deyə onu açmaq istəmirəm. Sonra geri yüklənməsi biraz problem olur internetə görə. Belə bu proqramın istifadəsi çox asandır. Yenə də deyirəm, yəni professional bir trader olmaq istəyirsənsə ilk olaraq bu proqramı necə istifadə edəcəyini öyrənməlisən. İlk dəfə bu proqrama girənlər, indi bura bir şəkil qoyaram. Eyni ilə bu hissi yaşayır, eynisini də mən də yaşamışam. Lakin bu videoya baxdıqdan sonra, yəni çox asanlıqla bu videoda hər şeyi öyrətmiş oldum mən sizə. Çox çətin bir şey deyil sadəcə olaraq. Şamların gedişatını izləyirsən, buradan məsələn götürürsən ki, qiymət məsələn buradan bir lov görmüsən, lovu buradan götürüb işarətləmək istəsən, belə bir düz xətt çəkirsən, lovu beləliklə işarətləyirsən. Burada məsələn burada 2 dənə lov var, sonra gəlib qrafik buradakı haya almadan birbaşa düşüb lov alıb, yəni bu xəbərlə bir yerdə olmuşdu deyəsən. Mən buradan short əməliyyat açmışdım. Qrafik yuxarı çıxıb prosesi bəyənmədim. Sanki hiss elədim ki, bu hissəyə gedəcək. Ona görə əməliyyatdan çıxdım. Çıxdığım andan etibarən qrafik bu qədər böyük bir düşüş elədi. Yəni baxsaq hardasa buradan bura qədər bir düşüş eləyib. Hardasa 2.44% çox böyük bir rəqəmdir. Yəni 618 pip burada qiymət dəyişikliyi olub. Yəni biraz da belə unlucky momentlər ola bilər. Yəni ona görə də biz əməliyyat aldığımız zaman çox vaxt stop lossu və take profit ayarlayandan sonra əməliyyata toxunmamalıyıq. Yəni burada mənim bir səhvim olub. Belə bu videoda sənə TradingView necə istifadə edəcəyini öyrətdim. Növbəti videolarda görüşənədək, əgər bu videonu da bəyəndinsə like atıb abunə olmağı unutma. Özünə yaxşı bax, hələlik.